Gözümüz aydın olsun. Bundan sonra kasıblar komissiya ödəyəcəklər. Xəbərə keçməzdən öncə mütləq kanala abunə olun ki, maliyyə xəbərlərindən xəbərdar olasınız. Deməli, əgər siz 50 qəpik yığırsınızsa, 200 manat eləyir bir balon məsələn, aparırsınız onu banka, deyirsən ki, qardaş mənə 200 manatımı ver, o da sizə verir 190 manat. Niyə? 5% komissiyadır. Bu tək 50 qəpik üçün yox, 20 qəpik, 10 qəpik, yəni ümumən bütün qəpiklər üçün keçərlidir. Niyə əhalinin kasıb qismi deyirəm? Çünki qəpiyi də yığan kasıbçılardır da. Hə, çıxış yolu var ki, Mərkəzi Bankda və Mərkəzi Bankın seçdiyi iki operator bankda bu əməliyyat komissiyasız olacaq. Hansı banklardır? Beynəlxalq Bank və Kapital Bank. Amma burada da bir sual doğurur ki, niyə Kapital Bank? Ax, dövlətin iki bankı var. Bir beynəlxalq da operator bank kimi seçilib, ikincisi də Azərtürk Bank ola bilərdi. İndi niyə olub, niyə olmayıb onu mən bilmirəm. İndi isə siz yazın. Bu qərar sizi sevindirdi.